Salam, hər vaxtınız xeyir olsun inşallah. 118A-nın yolunda, şəxsi özünə tikilər, 3 sotda. Kürsülüyü boşa daşdı. Belə bir evli satışa çıxıb. Hər tərəfi çək, Baxalma kimi var. Düzdür, həyətində biraz işləri var. Həyətində biraz işi var ki, görbəsi işləri var həyətində. Amma evdə əvvəl yaşayış olub, indi yaşayış yoxdur. Geniş evdir, gözəl evdir. Elə xınası deməyim, sana bir dənə zaldan bərabərdir. Başqa evlərin otağından da böyükdür. İstəyir burada kombidir. Burada mətbəxdir. Mətbəx mebeli elə belə qoyulub. Yəni, mətbəx mebeli demək olar ki, yoxa hesabdır kimi bir şeydir. Divar ağı görsənməsən deyə qoyublar. Hamamı sanitar boşluqları ayrı-ayrıdır. Yəni, təkrar olmasın, şəxsi evdir deyə. Hər şey yaxşıdır, normaldır. Haradasa biraz deyim ki, baxım lazım deyir. Baxım yoxdur evdə. Qiymət olaraq da 69.000 manata deyir. 4 otaq, valla geniş, şəxsi tikili bir ev. Yaxşı bir qiymətdir məncə. Qəşəng bir evdir. Yenə deyirəm, alan adam haradasa özünə uyğun, yəni nəsə eləyə bilər də, yəni yeniləyə bilər. Burada da maşallah, böyük bir dənə toydur. Böyle gözəldir, geniş, yekə, yəni həqiqətən dəyir. Bu gün şoxları yanır mı? Yanmır, yəqin şoxları soydan sonra. Sənətdə bələdiyyədir. Yola, marşruta tam yaxın, 69.000 manat. Wi-Fi-lə kim var, kombi xəttilə kim var, qəşəng bir şey var ya, valla. Buyurun gəlin, Allah xeyir versin.